Salam hörmətli izləyicilər, təkrar xoş gördük sizləri. Bundan əvvəlki videomuzu yəqin ki izləyənlər olub. Videonun başlığını da elə belə getdik qoymamışam. Bugün 12 aprel kosmonavtika günüdür. Qaqarin'də uçuşdan əvvəl demişdik getdik. 1961-ci il aprel ayının 12-sində kosmosun yolu açıldı. Gagarin üçün kiçik addımı idi, ancaq bəşəriyyət üçün böyük addımı Armstrong demişdi. Aya ilk dəfə ayaq basanda demişdi, bu mənim üçün kiçik addım olsa da ilk addımında demişdi. İnsanlıq tarixi üçün böyük bir addımdır. 64 il geçib o gündən, o ildən bir insan ömrü. İnəklərin ön tərəfinə geçdim. Yoxsa ot yoxdur, düşüb yola birbaşa qaçmaq istəyirdilər. Geçsəydilər bu dolayların o təpəyə qədər ağızlarını ota vurmayacaqlar. Aşağı tərəfdə də elə yaxşı ot yoxdur. Bu il ot dağdan gəlir, dağda var. Dərədə azdan çoxdan su var, buna yalaq deyirik. İt ancaq yalayıb sudan doya bilər. Ancaq gölməsələrdə toplanıb inəklər oradan içə bilər. O da dünənki 1-2 damcı yağışın hesabınadır. 3-4 gündən sonra bu su da olmayacaq. İndi zəli olmaz, ancaq yayda belə az suda zəlin kişəf eləyir, isti havada, isti suda. İnək içən də boğazına gedir. Orada böyüyür, inək ot yemir, ağzından qan gəlir. Həmin vaxtda deyirlər ki, ağzını açıb duz atmaq lazımdır zəlin üstünə. Duzdan dadan kimi buraxır boğazın. İnək də öskürür, düşür. Sizə inək yoxu, başqa heyvanların boğazına gedir. Atın, inanmıram eşkəyin boğazına geçsin, çünki o çox səliqəli su içir. Dodaqlarını sıxır bir-birinə. İki dodağın arasından filtr kimi suyu süzüb göndərir qarnına. İki selavın qovşağında o bir tərəfdən də azacıq nəm var, ancaq aşağı tərəfə su getmir, dərə qupqurudur. Bu dərədə də azacıq nəm var. Yaxşı xatırlayıram ki, 5-6 yaşım olanda uşaqlarla gəlmişdik bura, yaz qabağı idi elə. Nəsə oynadıq, yorulduq. Bir gölməsə var idi. Su yığışmışdı, oturduğun yanında suyundan içdik. Su bir ikincisi olanda da orada gil qatı torpaq iylənir, çox pis iyi verir bakteriyalar. Bir sviterim var idi. Onu orada yudum. Su palçıq qarışıq. Bir günə düşdü, ondan sonra o paltarı bir də geymədim. Sağ olun, hörmətli izləyicilər. Bugün demişəm, videolarımız çox olacaq. Axşama qədər bəlkə 15 video, nə qədər internet çatsa. Enerji problemi olmayacaq. Yeni power bankımız gəlib 20 mAh. Bəlkə də onun hesabına bugün axıra gedirəm.